Hər vaxtınız xeyir əziz izləyicilər. Mən Məmmədov Məhəmməd. Bu gün sizlərlə listin, yəni siyahının bəzi metodlarına baxacağıq. Baxacağımız metodlar sırasıyla append, insert və extend metodlarıdır. Gəlin birincisi başlayaq append metodundan. Append metodu verilmiş siyahının sonuna hər hansısa bir elementi əlavə etmək üçün istifadə olunur. Mənim list adında bir siyahım var və bu siyahıya 4 elementini əlavə etmək istəyirəmsə əgər, siyahının adı nöqtə, append metodunun adı və mötərizə daxilində əlavə etmək istədiyim obyekt, yəni element yazılır. Sonra bunu printə verdiyim zaman gördüyünüz kimi list 1, 2, 3 olsa belə printdə 1, 2, 3, 4 çıxır. Çünki 4 elementini əlavə etmişəm. İstəsəm burada başqa element də əlavə edə bilərəm. Və yaxud da ki, string tipində də bir element əlavə edə bilərəm. Gəlin keçək növbəti metodumuz olan insert metoduna. Append metodu bu cür istifadə olunur. Gəlin keçək növbəti metodumuz olan insert metoduna. Insert metodu isə append metodundan fərqli olaraq verilmiş siyahının sonuna yox, bizim istədiyimiz hər hansısa bir indeksinə element əlavə edir. Bu isə bu cür istifadə olunur ki, siyahının adı nöqtə, insert, birinci sırada əlavə etmək istədiyimiz indeks, ikinci sırada isə obyekt yazılır. Yəni hansı elementi əlavə etmək istəyirsə o. Gördüyünüz kimi printə list dəyişənini verdiyim zaman 1, 2, 4 olur. Çünki 0, 1 artıq ikinci indeksə 4 elementi əlavə olunub. Yəni burada da istəsəm STR tipində bir element istifadə edə bilərəm və yaxud da ki float tipində bir element də istifadə edə bilərəm. Insert metodu isə bu cür istifadə olunur. Gəlin keçək növbəti metodumuz olan extend metoduna. Extend metodu isə iki siyahını cəmləmək üçün istifadə olunur. Mənim list A və list B adında iki siyahım varsa əgər, bunları cəmləmək üçün extenddən istifadə edirəm. List A nöqtə extend mötərizə daxilində cəmləmək istədiyim siyahını qeyd elədim. Gəlin bunu printə verək. Print list A yazdığım zaman artıq gördüyünüz kimi cəmlənmiş hal çıxır. Əgər mən burada list A yerinə list B yazsaydım, yalnız list B-nin özü çıxacaq idi. Çünki mən bunların cəmini ilk yazdığım, yəni nöqtədən əvvəlki dəyişən olan list A siyahısına əlavə etmişəm. Buna görə də çıxışa list A-nı verdiyim zaman cəm halda çıxır, list B-ni verdiyim zaman isə yalnız list B-nin özü çıxır. Python-da bugün siyahı və onun bəzi metodlarından danışdıq. Python, algoritm və ümumilikdə informatika haqqında daha çox məlumat əldə etmək üçün kanalımızı izləməyi və abunə olmağı unutmayın.